Salam dəyərli şagirdlər, hər vaxtınız xeyir olsun. 30-11-ci ay 2025-ci il Masallı Abduniyyət Mərkəzinin keçirdiyi blok imtahanı 1-ci qrupun riyaziyyat suallarına baxacağıq 11-ci siniflər üçün. Keçək suallarımızın izahına. Başlayaq birinci sualdan. Nə deyir bizə? İti bucağı 30 olan rombun daxilinə çəkilmiş çevrənin radiusu 7 cm-dir. Rombun perimetrini tapıb. Hər hansı bir romb şəkli çəkək və bizə deyir ki, iti bucağı neçə dərəcədir? 30 dərəcə. Bunun daxilinə çevrə çəkilib. Daxilinə çevrə çəkilibsə, hər 4 tərəfinə toxunacaq da bu çevrə. Demək, baxırıq. Əgər bunu biz çəksək, çevrənin diametri olurmu? Yəni, tərəfə toxunacaq da, burada biraz toxunmadır. Aha, bu çevrənin diametri, şagirdlər, çevrənin diametri isə həm də bu rombun nə idi? Hündürlüyü sayılırmı? Demək, radiusunda bizə neçə verib? Radiusun 7 veribsə, onda belə çıxır ki, çevrənin diametri neçədir? 14. Çevrəmizin diametri elə bizim rombumuzun nə idi? Hündürlüyü sayıldığına görə. Baxırıq bu düzbucaqlı üçbucaqda. 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısı olduğuna görə hipotenuz neçə olur? 28. Yəni, rombumuzun tərəfi və rombun da bütün tərəfləri bir-birinə bərabər olduğuna görə bizdən perimetrini soruşur. 4 vurulsun 28 nəyə bərabərdir? 112 olur, olmur. Bəli, 112. Cavab nə olacaq? B variantı. Keçək ikinci suala. Qoy, PDF-dən də qələmi düzəldim. İkinci sualda nə deyir bizə? Qoy, burada variant yazın B. Çevrə sualıdır. Demək, bu tip çevrələrdə biz xassə bilirdik ki, çöldə qalan hissənin kvadratı, yəni onun kvadratı bərabər olurdu nəyə? Bu çöldəki hissə 5 vurulsun ümumi uzunluq, yəni 5 plus x. Şagirdlər, burada ixtisar aparsam, onun kvadratı 100, 100-ü 5-ə bölsəm neçə qalır? 20 bərabərdir 5 plus x. X-i də tapıram mı? 15 buradan. D variantı. Üçüncü sual nə deyir? Katetləri A və B hipotenuzu C olan düzbucaqlı üçbucağı üçün alfa, beta, A ilə B-nin cəmin 6 kök C olarsa hipotenuza çəkilmiş hündürlüklə medianın cəmini tapın. Bunu lövhədə işləyəcəyik burada. Demək, bir dənə düzbucaqlı üçbucaqlı şəkil çəkək. Bizə nə deyir? Katetləri A, B, C olan düzbucaqlı üçbucaq. Hündürlüklə medianın cəmi, yəni H ilə M-in cəmi. H hündürlük, M median. Şagirdlər, biz düzbucaqlı üçbucaqda hündürlüyün düsturunu bilirik ki, katetlərin hasilini nəyə nisbəti? Hipotenuza nisbəti və medianda nəyə bərabər olur? Düzbucaq təpəsindən çəkilən medianda hipotenuzun nə olacaq? Yarısına bərabər olmuş olacaq. Və şərtdə bizə nə verib? Verilənləri də yazacaq, qoy. A plus B bərabərdir nəyə? 6 kök altında C-yə. Və Pifaqor teoremində biz bilirik ki, düzbucaqlı üçbucaqda katetlərimizin kvadratları cəmi hipotenuzun kvadratına bərabər olurmu? Nə edərik? Bu ifadəni də biz kvadrata yüksəltsək əgər, kvadrata yüksəltsək, nə verəcək bizə? A-nın kvadratı plus B-nin kvadratı plus 2 dənə AB bərabər olur nəyə? 36 C-yə. Bu ifadəni burada nəzərə alsaq biz, onda belə çıxır ki, 2AB-ni tapsam mən, nə olacaq? 36C minus, elə bu ifadəni sağ tərəfə keçirdirəm. Bu ifadənin yerində də C kvadratı nəzərə alacam. 36C minus C-nin kvadratı. Buradan AB-ni tapsam neçə çıxır? 36C minus C-nin kvadratı bölünsün 2. Hündürlüyümüzün düsturu nə idi? H bərabərdir. AB bölünsün demək neçə C. Yəni katetlərin hasilinin hipotenuza nisbəti. AB-nin bu qiymətini gətirib burada yerinə nəzərə alsam, deyərik ki, neçə? 36C minus C-nin kvadratı bölünsün necə? 2, bir də bölünsün C. Mərtəbəli kəsir olduğuna görə 2 düşür məxrəcə 2C. Buradan da C-ni çıxartsaq mötərizə xaricində nə qalacaq? 36 minus C-yə. C-lər ixtisar edir, nə qalır bizdə? 36 minus C bölünsün 2. Demək, hündürlüyü tapdıq, 36 minus C bölünsün 2. Median da nə idi? Hipotenuzun yarısı. Onda onların cəmi nəyə bərabər olmuş olacaq? 36 minus C bölü 2 plus C bölü 2. Bir kəsirdə yazsaq, 36 minus C bölü 2 plus C. C-lər burada islah getsə, 36-nın da 2-yə nisbətinə verir bizə. 18. Doğru cavabımız A olmuş olacaq. Maraqlı sual idi. Dördüncü sual. Lövhəmdən təmizləyim.
Demək, x1, x2 ədədləri bu tənliyin kökləri olarsa, x-in kvadratı minus 5 dənə x plus 3 bərabərdir 0-a. Burada gəlin v-ti tətbiq eləyək. V nə idi? Köklər cəmimiz əks işarə ilə ikinci həddin əmsalı, yəni mənfi 5-in əksi nə edəcək? 5. Köklər hasilimiz nəyə bərabər olacaq? Sərbəst həddə 3-ə. Bizdən nəyi soruşur? x1 kub plus x2 kub. Bu ifadəni soruşur. Düsturdur bu. Hazır düsturun açılışını yazsa x1 plus x2 nə verir? x1-in kvadratı plus x2-nin kvadratı minus x1, x2 hasili. x1 plus x2. Burada nə edirəm? Köməkli düsturu tətbiq etsəm, yazarıq ki, bir dənə böyümə tərzədir. x1 plus x2 bağla kvadrat minus necə? 3 dənə x1, x2. Bütün ifadələr varımızdır. x1, x2 cəmimiz neçə verir bizə? 5. Deyərəm ki, 5 vurulsun, mötərizə aç. 5-in kvadratı minus 3 vurulsun, x1, x2 hasil neçədir? 3-ə bərabərdir. Yəni 5 vurulsun, 5-in kvadratı 25 minus 9. Bu da nə verir mənə? 5 vurulsun, 16. 80 elirmi cavabımız? Bəli. Onda cavabımız nə olacaq? D variantı. Keçdik növbəti suala. Növbəti sualda nə deyir bizə? Demək, 2 üstü 2. Qələmciyəni qoy. 2 üstü 2 vurulsun, 3 üstü 3 vurulsun, 5 üstü n. Ədədin natural bölənlərinin sayı 84-ə bərabər olarsa, natural bölənlər nə edirdi? Qüvvətin üzərinə 1 əlavə edib hasil götürəcək. Və bizə deyir ki, natural bölənlər sayı neçədir? 84-də. 2'nin üstünə 1 gəldim, 3 vurulsun, 4 vurulsun, n plus 1. Neçə eləyəcək bu? 12 n plus 1 bərabər 84'də. Biz buradan n plus 1'i tapsam, 84'ü 12'yə bölsəm, demək, məndə neçə düşür? N plus 1 7 düşəcəkdir. Bəli. Onda n nəyə bərabərdir? 7 minus 1'ə 6 ya. N-i neçə tapdıq biz? 6. Məndən n-i soruşurdu. Bəli. Onda cavabımız nə olmuş olacaq? A variantı. 6-cı sual məsələ sualıdır. Hovuzu 1 saata, daha doğrusu hovuzu bir nasos 24 saata doldurur. Demək, bizdə bir dənə hovuzumuz var. Bu neçə saata doldururlar? 24 saata. Nasos 1 saata vurduğu suyun həcmini 20% artırsaq, hovuz neçə saata dolar? Aha. Şagirdlər, bu tip məsələləri gəlin BV ilə yazağında fərz eləyən ki, bu hovuzumuz nə qədər su tutur? 24 ton su tutur. Onda 1 saata bu 1 ton su vurar, vurmaz. Axı 24 saata doldurduğuna görə 1 saata 1 ton, 2 saata 2 ton və s. bu şəkildə. 1 saata 1 ton su vurur və deyir ki, o nasosun 1 saata vurduğu suyun həcmini 20% artırıramsa, onda belə çıxır ki, 20% artırıramsa bu nə qədər su vurmuş olar? 1,2 ton su vurmuş olar da 1 saata, düzdür? Və hovuzumuzun da həcmi nə qədərdir? 24. Bu neçə saata doldurar? 1 saata 1,2, 2 saata 2 vur 1,2 doldurursa, neçə saata doldurduğunu biz bilmirik. Onda nə deyərəm ona? X deyərəm, vuraram X-ə bərabərdir. Tam hovuzumuzda nə qədərdir? 24 ton. Buradan da X-i tapsam, 24'ü bölürəm 1,2'yə, yəni 240 bölünsün 12. Bu da neçə çıxır? 20. Demək, neçə saata doldurar? 20 saata. Keçdik növbəti suala. Demək, bizə belə bir ifadə verilib. Nə edərik? Bu ifadədən birinci biz 5'i çıxardarıq, mötərizə xaricində nə qalar bizdə? X plus 5 bölünsün x bərabərdir 5 vurulsun. Şagirdlər, bu ifadədən də hər tərəfi nəyə bölərəm? Mən x-a bölərəm. X kvadrat x-a bölsəm qalar x. Gəlin 5'i birinci yazımda. 5'i x-a bölsəm 5 bölünsün x. 4x-i x-a bölsəm plus 4 qalacaq bərabər 0'a. Yəni 0'ı da x-a bölsəm 0 olacaq zaten. Buradan da x plus 5 bölünsün x-i tapsam. 4 keçir sağ tərəfi nə olacaq? Mənfi 4 gətirib. Burada nə edəcəm? Nəzərə alacam. 5 vurulsun mənfi 4. Bu da nəyə bərabərdir? Mənfi 20'yə. C variantı. Keçdik 8-ci suala. Katetləri 6-8 olan düzbucaqlı üçbucağın kiçik katetin hipotenuz üzərindəki proyeksiyasını tapın. Hər hansı bir düzbucaqlı üçbucaq çəkirik. Katetlərimiz neçədir?
6 və 8. Onda hipotenuzu neçə çıxır? 10 çıxmış olacaq. Deyir ki, kiçik katetin hipotenuz üzərindəki proyeksiyası. Proyeksiya nə idi? Baxın, hər hansı bir hündürlüyü yendirdük. Məndən haranı istəyir baba bu məsafəni? O məsafədə hər hansı bir x deyirsən. Proyeksiya üçün belə bir düsturumuz var ki, 6-nın kvadratı bərabərdir x vurulsun ümumi uzunluq, yəni hipotenuz. Onda nə olacaq bizdə? 10x bərabərdir 6-nın kvadratı 36-ya. X-i neçə tapıram mən? 3/6. A variantı. Bu ifadədə nədir? Çox ədlinin vuruqlara ayırıb sadələşdirəcək. Bu ifadədə nə edəcək birinci? A-nı çıxartdığım nötərcə qarşısında nə qaldı məndə? A plus B. Minus bu ifadəndə də nəyi çıxardacağım? C-ni. Və mötərizə qarşısında mənfi işarəsi olduğuna görə mötərizə daxilindəki işarə nə olacaq? Əksinə dəyişir. Qalacaq nə? A plus B. Hər ikisindən A plus B-ni çıxartdım. Yerdə nə qaldı məndə? A minus C. A plus B də var, A minus C də var. Gətirək yazaq yerinə. 5 vurulsun 2-nə bərabərdir 10-a. Da variantı. B-in və B-in şualara uyğun olaraq ABC və AB-in bucaqlarının təm bölənləridir. Aha, demək BM şuası budur. Hansı üç bucağın təm böləni, hansı bucağın təm böləndidir? AB-nin. Bax, AB-nin bucağın təm böləndir. Əgər buna alfa deyirəmsə, bu da olmuş olacaq alfa. Bunu bildik. Axı bizə deyir ki, B-in şuası da, bax, B-in bu şuası da ABC-nin nə idi təm böləni? Onda belə çıxır ki, bu 2 alfadırsa, burada neçə düşəcək? 2-dən alfa düşür, düşmür. Aha, və məndən deyir ki, ABC 140 dərəcə olarsa, ABC neçədir? 4 dənə alfa neçədir? 140-dırsa, 2 dənə alfa 70, yəni daha doğrusu alfamız neçə çıxır? 35 dərəcə. Alfa 35 dərəcədirsə, məndən hansı bucağı soruşur? MBN bucağı, MBN, bax bu bucağı soruşur bizdən. Onda burada neçə dərəcə olur? 35 dərəcə. Bu variantı. 11-ci sual. 11-ci sualda nədir? Gəlin verilənləri yazaq. 1 plus 3 plus 5 plus nöqtə plus 21 nə bərabərdir bizdə? B-yə. Və 101 plus 103 plus 105 plus nöqtə plus neçə? 100. Demək, bir dəqiqə səhv getdi. 121-ə. 121-ə. Bunu da bizlə nə soruşur? B ilə ifadə eləməyimizi istəyir. Baxın şagirdlər, burada nə edəcək? Parçalayacaq bunları. 100-ü necə göstərəcəm? 101-i daha doğrusu. 100 plus 1 kimi. Eyni qaydada 103-ü necə göstərəcəm? 100 plus 3 kimi. 105-i necə göstərəcəm? 100 plus 5 kimi və s. bu şəkildə 121-i də göstərəcəm. 100 plus necə? 21 kimi bərabərdir. Burada bu yüzləri ümumi bir şəkildə yazıram. 100 plus 100 plus, yəni bu şəkildə bilmirik də neçə dənə 100 var. İndi onu da tapacaq plus. Bunları da ayrı qruplaşdırıb yazacaq. Bunlar var ha. Bunları da bir qruplaşdırıb yazacaq. Yəni 1 plus 3 plus 5 plus nöqtə 21 bərabərdir. Şagirdlər, gəlin bax bu ifadədən baxaq. Görək neçə dənə bizim həddimiz var. Onu necə tapırıq? Yəni sonuncundan birincini çıxırıq, bölürük, aralarını, daha doğrusu neçə vahid, artıq 2 vahid bölürük 2-yə, üzərinə bir də 1 gəlirik. 21-dən 1 çıxıram, 22-yə böldüm 10, üzərinə 1 gəldim 11. Yəni burada 11 dənə ədədimiz var. Düzdürmü? Onda burada da 11 dənə ədədimiz olmuş olacaq. Niyə? Çünki bunları qruplaşdıranda eyni ifadəni almışam. Onda 11 dənə 100-ün cəminə verir mənə. 11 vurulsun 100 plus. Bu ifadənin də yerində nə yazacağam mən? Bax, bu ifadəni də hazır mənə verib, baxı B ilə. Onda yazıram ki, B bərabərdir. Onda belə çıxır ki, 1100 plus B-yə. Doğru cavabımız nə olacaq? C variantı. Keçdik növbəti suala. A çoxluğu bu tənliyin kökü olarsa, tənliyin kökü olarsa deyirsə bizə, baxaq görə, V-ə görə baxsam köklər cəmi 8, yəni x1 plus x2 8, köklər hasili nə olacaq? Sərbəst həddə 15, o hansı ədədlərdir? 3 ilə 5. Axı bizə deyir ki, A çoxluğu bu tənliyin kökləri demək, A çoxluğu 3 ilə 5-dən ibarətdir. B çoxluğu isə 6-dan kiçik mürəkkəb ədədlər çoxluğu. 6-dan kiçik mürəkkəb ədəd neçə gəlir? 4. Yalnız 4-dür də. Çünki 6-dan sonra gəlir 5, əvvəl daha doğrusu. 6-dan kiçik 5 sadədir, 4-də mürəkkəb, 3-də sadədir, 2-də sadədir, 1-də sadədir mürəkkəb. Aha.
Bərabərliklərdən hansı doğrudur? Şagird C variantı niyə? A ilə B-nin kəsişməsi boş çoxluq. Bəli. Çünki bunların kəsişməsinin orta kəsmə nədir? Ortaq element. Bunların ortaq elementi yoxdursa nə verəcək bizə? Boş çoxluq. Keçdik növbəti suala. 13-cü sual. Moduldur. Nə edirik bu tip misallarda? Modulun için işarəsini təyin edirik. Müsbət sözü çıxır, mənfidirsə əksi çıxmış olacaq. Deyir ki, A C-dən kiçikdir, C də B-dən kiçik. A minus B. Şagirdlər, mən görürəm ki, A B-dən kiçik olduğuna görə bu modulumun için olacaq, kiçik ədəddən böyük ədəd çıxıram. Mənfi. Demək, əksi çıxacaq. C-dən çıxmışam B-ni, yəni C də B-dən kiçik olduğuna görə bu da mənfi olacaq bu modulumuzda. Sonra C-dən çıxmışam A-nı. C A-dan böyük ədəddir. Düzdürmü? Onda bu modulumuz nə olacaq? Müsbət. Modulumuz müsbət. Digərinə B-dən çıxıram C-ni. B də C-dən böyükdür, yəni bu da olacaq müsbət. İki modulum olduğu kimi çıxacaq, digər ikisi nə olacaq? Əksi çıxacaq. Yəni birinci çıxacaq necə? B minus A. Bundan da əksini çıxartmayaq. Modul mənfi açılacaq. Bu mənfi bura dəyib nə olacaq? Plusa çevrilmiş olacaq. Aydındır. Onda necə yazaram? Plus C minus B. Digərləri də olduğu kimi çıxacaq. Amma qarşıda mənfi olduğuna görə gəlin birinci mötərizədə açaq. Saçdırmayaq özümüzü. B minus C-yə bərabərdir. B minus A plus C minus B minus C plus A plus B minus C. İndi işarə səhv etməmişiksə doğru cavabımızı alarıq. Baxın bura. Mənfi B, müsbət B. Bunlar getdi. Amma bir dənə B-miz qaldı. Sonra mənfi A var, müsbət A var, getdi sıfıra. Mənfi C var, müsbət C var, getdi. Bir dənə də nə qaldı? C. Yəni B minus C. Varmı elə cavab? B minus C. Bu variantı. Keçdik 14-cü suala. Nə deyir 14-cü sualda bizə? Y 3-dən kiçik bərabər olarsa, x, y bölünsün y, x şəklində və rəqəm verib. Şəklində neçə düzgün kəsir var. Düzgün kəsir nə idi? Sürəti məxrəcindən kiçik olan kəsir və bu şərtə baxacağıq biz. Uşaqlar, düzgün kəsirdən danışırıqsa və y-in 3-dən kiçik bərabər olduğunu deyiriksə, onda kəsirimin biri nə şəkildə ola bilər? İkisinə də 3 verə bilmərəm. Niyə? 33-də 33 düzgün olmayan kəsirdir. Mənə düzgün dediyinə görə bir 32-də 23 götürə bilərəm. 31-də 13 götürə bilərəm. Sonra 21-də 12 götürə bilərik. Bunlar düzgün kəsirdir. Başqa varmı? Yox, elə 3-dən olmuş olacaq B variantı. Çünki başqa yoxdur da. Nə versəm, düzgün olmayan kəsir yaranacaq. Keçdik 45-ci sual. 45 nə idi? 15-ci suala. 15-ci sualda nə deyir bizə? 45 ədədinin 40% ilə y faizinin fərqi 18 olarsa, ədədin faizini necə tapırdıq? Ədədi faiz göstərilən ədədə vurub 100-ə bölürük. 45 vurulsun x bölünsün 100. Və bizdən fərqin dediyinə görə 45-in də y faizini tapıram və fərqi nəyə bərabərdir? 18-ə. Hər tərəfi 100-ə vursam, nə edərəm? Məxrəclərdən azad olmaq üçün 45x minus 45y bərabərdir 100-ə vursam nə olur? 1800. Buradan da hər tərəfi 45-ə aparsam ixtisar x minus y bərabərdir. Demək 90 vurayım 20 kimi baxsam 1800-də 45 ilə apardım 2, 20, 40. Demək x minus y fərqi nəyə bərabərdir? 40-a. Axı bizə cəmində verib nə? X plus y cəmində verilmişsə şərtdə 90-a bərabərdir. Bu ifadəni tərəf-tərəfə toplasam 2-dən x bərabərdir 130. 40 ilə 90 topladım 130. Onda x-imiz nəyə bərabər olmuş olacaq? 130-u böləcəm 2-yə. X neçə çıxır bizdə? 75. Aha, x-i tapdıq 75. Məndən nəyi soruşur? Y-i. Gətirib yazaram yerinə. Hansı ifadədə yazıram? Burada yazaram yerinə. Onda mən y-i tapsam, 90-dan x-i çıxmış olur, amma yəni 75-i çıxsam nə qalır məndə? 15 qalır mı? D variantı. Keçdik növbətiyə. Çox bucaqlı sualı. Demək, bizdə verib ki, x bərabərdir y plus 5 olarsa x-i tapın. X-i tapın. Necə taparıq x-i? Görürəm ki, belə bir fiqur verilib. Bundan nə ilə yanaşacaq? Biz xarici bucaqların xassəsinə görə. Bax, bir xarici bucağım y, digəri x, digəri 3y. Və qalanların xarici bucaqları necə tapacaq? Bax, tərəflərin uzantıları ilə. Bu tərəfin uzantısını çəksən, bunun xarici bucağı neçə çıxır? 56 çıxırmı? Demək, plus 56. Digərin xarici bucağı. Bunu uzatsam, bunun xarici bucağı neçə çıxır? 76.
76 plus bunun xarici bucağını tapsam, xarici bucaq neçə olacaq? 18. Digərində 18. Və bütün çoxbucaqların, xarici bucaqların cəmi, ixtiyari çoxbucaqların, xarici bucaqların cəmi nəyə bərabərdir? 360 dərəcə. Yəni tərəflərin sayından asılı olmayaraq. Y nə verir mənə? 4-dən y plus x bərabərdir. Bunları toplasam, demək, neçə verəcək mənə? 76, 56, 18. 142 150. Demək neçə verir bizə? 150 vermiş olacaq. 150 də sağ tərəfə keçirsəm, 360-dan çıxaram 150-ni. Nə qalar bizdə? 210 qalırmı? Demək 4-dən y plus x bərabər oldu nəyə? 210-a. Axı bizdə əvvəldə də şərt vermişdi. X-i verib ki, y plus 5. Gətir bu x-in ifadəsini burada yerinə nəzər alsam. 4y plus x-in yerinə yazacağım nə? Y plus 5 bərabərdir nəyə? 210-a. 5 dənə y bərabərdir. 210-dan çıxıram 5-i. Nəyə bərabər olmuş olur? 205-ə. 205-ə bərabərdirsə, onda y də bərabərdir. 205-i bölərəm nəyə? 5-ə. Y necə çıxır? 41 çıxırmı? Y-imiz oldu 41. Bizdən nəyi soruşurdu? X-i tapın. X-i tapanda gətirib indi ki, burada yerinə yazaram. Y necə çıxdı? 41. Üzərinə gəl 5. Nəyə bərabərdir? 46-ya. D variantı. Keçdik növbətiyə. Ananın yaşı qızının yaşından 4 dəfə böyükdür. Demək, yazdım anaya A, qıza da yazdım ki, qız. Ananın yaşı qızının yaşından 4 dəfə böyükdür. Qızın yaşı mən x götürsəm, ananın yaşı nə olacaq? 4x olmuş olacaq da 4 dəfə böyükdür. 3 ildən sonra ana qızından 3 dəfə böyük olacaq. Şagirdlər 3 il deyirsə, yəni bunun da yaşının üstünə 3 gəlirik, bunun da yaşının üstünə 3 gəlirik. Yəni ikisi də böyüyürdü. 3 il 3 yaş qədər böyüyür. Deyir bu səfər nə olur? 3 dəfə böyükdükdə 3 ildən sonra ana qızından 3 dəfə. Yəni ana qızından nə olacaq? 3 dəfə böyük olmuş olacaq. Demək yazırıq burada yerinə. Ana neçədir? 4x plus 3. Qızının yaşından nə qədər böyüdür? 3 dəfə. Yəni x plus 3-ə. Bunu sadələşdirəcək. 4x plus 3 bərabərdir. 3x plus 9-a. 3x atdığımız x bərabər 9-dan 4 çıxdım 6. Demək, bizdə nəyi soruşur? Qızın indi neçə yaşı var? X-i tapmışdı. Qızın yaşına nə demişdim mən? X. X-i də tapdım 6. Demək, qızın indi neçə yaşı var? 6 yaşı. Yenə də kvadrat tənliyi gəlir. X kvadratdır. Minus 4-dən x plus c bərabər 0 ifadəsini verib. Deyir ki, bir kökü nəyə bərabərdir? 2 plus kök altında 3-ə. Şagirdlər, çevrilmiş kvadrat tənlikdə əgər bir köküm irrasionaldır, digər kökümüz də bunun nəyi olacaq? Qoşması olmuş olacaq. Və yaxud da ki, viyyətə görə köklər cəmimiz nəyə bərabərdir? Əks işarə ilə ikinci həddin əmsalı deyildimi? Kökü nəzər alarım burada yerinə. 2 plus kök altında 3 plus x2 bərabər 4-ə. Mən burada x2-ni tapsam 4-dən çıxır, amma 2 minus kök 3-ü. Bu da nəyə bərabərdir ilə? 2 minus kök altında 3. Bəli, görürsünüzmü? Bir-birinin nə idi? Qoşması. C-ni soruşur bizdən. C də nədir? Sərbəsət. Yəni köklər hasilim. C-yə bərabərdir. Kökləri də gətirib yazsaq yerinə 2 kök 3. 2 minus kök altında 3 bərabərdir C. A minus B, A plus B düsturu ilə açacaq bunu. Onda 2-nin kvadratı 4, minus kök 3-ün kvadratı da 3 bərabər C-yə. C də nəyə bərabərdir? 1-ə. Məndən nəyi soruşur? Digər kök və C-ni tapın. Demək, digər kökümüzdə tapdığı 2 minus kök 3, C-də neçədir? 1. Varmı elə cavab? A variantı. 2 minus kök 3, C-də bərabərdir 1-ə. A-nın hansı qiymətində tənliklər sisteminin sonsuz sayda həlli var? Sonsuz sayda həllinin olması üçün uyğun əmsallar nisbəti bir-birinə nə olmalı idi? Bərabər olmalı idi. Gətir uyğun əmsallar nisbətini götürək. 2-nin 6-ya nisbəti bərabərdir. A-nın 4-ə nisbəti bərabərdir. 3-ün nəyə nisbəti 9-a. Baxın, hamısı ixtisar gedir. Görürəm, fikir verirəm ki, 2-də 1 yaranır. 9-da 3. Aydın 9-da 3 nə idi? 2-də 1 daha doğrusu ixtisar apardım. Onda belə çıxır ki, A-da ilə nəyə bərabər imiş? 2-yə. A-da neçə oldu? Bir dəqiqə. 2. Daha doğrusu 2-də 1 yox, 3-də 1. Mən niyə 2-də 1 deyirəm? Nəyin nisbəti? 3-ün 9-a nisbəti. Onda nə çıxır? 3-də 1 bərabərdir. A bölünsün 4 çarpaz vururuq. Nə olur? 3 dənə A bərabər 4-ə. A-nı da tapıram neçə? 3-də 4.
düzgün olmayan kəsirdir. Qarışıq kəsir, qarşı qədərdə çevirsək 1/3-də 1-ə. 1/3-də 1 A variantı. Uyğun tərəfi perpendikulyar olan bucaqların ölçüləri 3-ün 5-ə nisbətindədir. Yəni 3 alfa və 5 alfa. Kiçik bucağın dərəcə ölçüsünü tapın. Axı dedik ki, uyğun tərəfi paralel və perpendikulyar olan bucaqların cəmi neçə dərəcədir? 180. 3 alfa ilə 5 alfanın cəmi neçə eləyir? 8 alfa bərabər 180. Demək, burada neyəcək? Burada ixtisarlarımızı aparsaq, demək tam bölünməyəcək. Alfa neçə çıxır bizdə? 22/5. Alfa çıxacaq neçə? 22/5. Kiçik bucağın dərəcə ölçüsünü tapın. Kiçik bucaq neçə idi? 3 alfa deməmişdik mi? Onda 3-ü vuracam nəyə? 22/5-ə. Neçə çıxır? 3-ü 5-ə vurdum, 15 bir yadda. 3 2-nin 6 7, 3 2-nin 6 67/5. Varmı elə cavab? C variantı. Ədədlərin hasilinin standart şəklində yazılışında tərtibini tapın. Standart şəklin yazılışında A-nı B-yə vursam, yəni 4/5-i 3-ə vursam neçə çıxar məndə? 3 5-in 15 bir yadda, 3 4-ün 12, 13 vurulsun. 10 üstü -7 ilə 10 üstü 4-ü də vuranda əsaslar eynidirsə qüvvətlər toplanacaq. -7 ilə 4 toplanır, nə qalır məndə? -3. Uşaqlar, standart şəkil yazılışında bax qiymətli hissəm hansı aralıqda olmalıdır? 1-dən böyük bərabər, nədən kiçik olmalıdır? 10-la. Mən də bunu hansı aralığa gətirməliyəm? 1/35 aralığına və vergül sola sürüşdükcə qüvvətim nə olacaq? 1 vahid artacaq. Yəni 10 üstü -3-dən gələcək nəyə? 10 üstü -2-yə. Kimsə çaşıb artmanı 10 üstü -4 götürməsin. Sıfıra mənfi ədədlər sıfıra yaxınlaşdıqca nə olacaq bizdə? Artım olur. Demək, nəyi soruşurdu bizdə? Yazılışında tərtibi neçə tapın? Tərtibi neçə oldu bizdə? -2. D variantı. Həndəsə sualı gəlir bizdə. ABC düzbucağının perimetri gəlmədən şəklini çəkək. Adlandıraq A, B, C və D. Bu tərəf A-dırsa, bu tərəf də A, bu tərəf B-dirsə, bu tərəf də B olmuş olacaq. ABC düzbucağının perimetri. Yəni perimetr nədir? Bütün tərəflərin cəmi A plus B bizə neçə verib? 52. Onda buradan A plus B cəmini tapsam, 52-ni 2-yə bölsəm 26 düşür. Və bu şərtə əsasən də 2AD. AD-ni neçə verir mənə? B. Yəni 2B. Plus 3A. 3A-nı da mənə neçə verib? 59. İndi nə edirik? Bax, bu ifadəni burada nə edəcəm? Uyğun ifadələri alt-alta yazacaq və hər tərəfini 2-yə vuraq. 2, bu ifadəni 2-yə vursam mən nə olacaq? 2B plus 2 dənə A bərabərdir. 2-yə də vursam neçə olur məndə? 52. Tərəf-tərəfə çıxacam bu ifadələr. 2B-dən 2B çıxdım, 0-a getdi. 3A-dan A çıxdım, nə qaldı? A bərabərdir. 59-dan da 52 çıxdım, neçə oldu bizdə? 7. A demək 7-dir. A 7-dirsə, onda B-ni də tapsam, B-də bizdə 19 olur, olmur. Məndən AD-ni soruşur. AD hara idi elə? B məsafəsi, yəni 19. 22-də oldu, cavab neçə? D variantı. Keçirik 23-cü suala. Məhlul məsələsi gələcək. Gələcək deyəndə gəlir. Demək, 10 qram 25%li duz məhluluna neçə qram su əlavə etsək 20%li duz məhlulu alınar. Demək, belə bir düsturumuz vardı. Onu vururduq. Nəyə? 25%-ə göstərir, nədə də üzərinə gəlirdi. Nə qədər su əlavə eləsək bilirmi? Xeyr, vurulsun. 0. Niyə? Çünki suyumuz nədir? 0%-dir. Bərabərdir. Kütlələr nə olurdu? Toplanırdı və deyir, neçə faizli məhlul əmələ gəlib? 20%-dir. Bu tənliyi həll eləyəcəyik. Onu 25-ə vurdum. 250 bərabərdir. Hələ vurub açmayaq. Birinci ixtisarlarımızı apararıq. 10 plus x. Neyiniyə burada? Sıfırları ixtisar apardıq. 7. Onda sadələşdirəm. 25 bərabərdir. 2-ni 10-a vurdum. 20 plus 2 dənə x. Onda buradan belə çıxır ki, 2x nəyə bərabərdir? 25-dən 20 çıxdım 5-ə. X-də neçə çıxır? 2,5. Neçə qram su əlavə eləsəm? 2,5 qram. Doğru cavabımız nə olacaq? 2,5. 24-cü sualda bu ifadələr gəlin birinci çarpaz vuraq görən nə verir bizə? 3 dənə x bərabərdir 2 dənə y. Bu ifadədə nə edirik? 2-yə vuraq da. 2x plus 2y bərabərdir 30-a. 2y-in qiymətini burada nəzərə salsaq 2x plus 3 dənə x bərabər 30-a. 5 dənə x-imiz 30-dursa, x neçə çıxır? 6. X oldu 6. X 6-dırsa, onda y neçə çıxacaq?
Y dardan tapayılacaq bu ifadədən tapayda x6, 3 6 18 bərabərdir 2 dənə y-ə. Y-də çıxır neçə? 9. Y-də tapdıq 9. X, Y hasilini soruşur bizdən. Yəni 6 vurulsun 9. 54. Doğru cavabımız nə olur? 54. Gəldik 25-ci suala. Düzgün çoxbucağlının bütün diaqonallarının sayı. 25-ci sualda düzgün çoxbucağlının bütün diaqonalları üçün bizim düsturumuz vardı ki, n vurulsun n-3 bölünsün 2. Və bütün diaqonalların sayını biz bu düsturla tapırdıq. O da nəyə verir bizə? Ümumi diaqonalların sayı verib ki, 9. Bu ifadəni də çarpaz vursam n-3 bərabərdir neçə? 18. Şagirdlər, demək burada n-in yerinə 6 yazsam, yəni 6 minus 3, o da elə mənə 3'ü verirmi? Yəni ki, 6 vurulsun 3 verdi də mənə 18. Onda tərəflərimin sayı neçə imiş? 6'ya bərabərmişmi? Demək, n nəyə bərabərdir? 6'ya və yaxud da ki, vurub kvadrat tənliyi ilə də həll eləyib, n-i tapa bilərsiniz 6. Demək, biz n-i tapdıq neçə? 6. Bizdə nəyə soruşur? Bu çoxbucağın daxili bucaqlarının cəmi. Daxili bucaqların cəmi düsturun tapılması da bu şəkildə idi. 180 vurulsun n-2. Daxili bucaqların cəmi düsturu. Onda nə edərəm? 180 vurulsun 6 minus 2. 180 vur. 6'dan 2 çıxdım 4. 4 8 0 0 4 8 32 3 yadda 4004 720. Yəni 6 bucaqlıymış və daxili bucaqların cəmi neçə dərəcə imiş? 720 dərəcə. Keçdik neçənci suala? 26-cı sual. Nə deyir 26-cı sualda bizə? Orta xətti C oturacaqları A və B olan trapesiya üçün. Orta xətt nə idi trapesiyada? Orta xətt bərabər idimi? Oturacaqların cəminin yarısı. Onda belə çıxır ki, buradan A plus B cəmi nəyə bərabərdir? 2 dənə C-yə. Bu ifadədən mən nə edərəm? 3'ü çıxardaram. A plus B minus 2 dənə C bərabərdirmi 36'ya? A plus B nəyə bərabərdir bizdə? 2c'yə bərabərsə gətir bu ifadədə yerinə yazıram. 2c minus 2c bərabərdir nə? 36. 3'ü 2c'yə vuranda 6 dənə c minus 2 dənə c bərabər 36. Onda 4 dənə c-ni tapıramsa 36. C-ni neçə tapacaq biz? 9 tapırıq mı? C nəyə bərabərdir? 9'a 26'da da cavabımız nə oldu? 9. Elə bizdən nəyi soruşurdu? C-ni. Aha, verilmiş ədədləri üçün uyğunluğu müəyyən edin. Tam hissə, kəsir hissə. Aha, ancaq elə tam hissə və kəsir hissə. Bax, birinci üçün baxdaraq. Nə deyir bizdə? Ədədi verib ki, kök 2 minus 1. Uşaqlar, kök 2-dən təqribən, kök 2 hansı aralıq ədədlər arasındadır? 1-dən böyük, 2-dən kiçikdir. Yəni 1 tam. Dövr götürək də bu şəkildə 4 kimi. Bundan da 1 çıxsam elə. 0'dan da 4 çıxırmı? Bu ədədimiz onda elə hansı şəkildəymiş? Kəsir şəkildəymiş də, düzdürmü? Buna uyğun olan variant nəymiş? Kəsir hissəsi verilmiş ədədin özünə bərabərdir. Yəni 1'ə nə uyğundur? B uyğundur. Sonra kəsir hissəsi, tam hissə, kəsir hissə. Deməklə bir hərəsinə 1 çıxacaq da. Keçdik ikinciyə baxmağa. İkincində nə deyir bizdə? 4 minus kök altında 8. Uşaqlar, 4 minus kök altında 8-də 2'dən böyük, 3'dən kiçik ədəddir də. Yəni 2,8 təqribən götürək də. Onda 4'dən də bunu çıxanda nə qalır? 1 tam, 2 qalmır. Bunun tam hissəsi nədir? 1'ə bərabərdirmi? Tam hissəsi 1. Tam hissəsi 1. Varmı cavab? Bəli, 2-dədir. Görək hələ kəsir hissəsi nəyə bərabər olacaq? Bu tip ifadələrdə də kəsir hissəsini tapanda kimsə çəkib bu yerdə qalan kəsir hissə götürməsin. Çünki kəsir hissəsinin tapılması nədir bizdə? Ədəd, yəni 4 kök 8'dən çıxacam nəyi? Tam hissəni 1'i. Bu da nə qalır məndə? 3 minus kök altında 8. Varmı elə bir cavabımız? Yox. Neynək olmasın. Keçdik üçüncüyə. Üçüncüdə nə verir mənə? 4 minus kök altında 17. Uşaqlar, 4'dən çıxıram. Kök altında 17, 4'dən böyük ədəddir, 5'dən kiçik ədəddir. Yəni haradasa təqribən deyək də. Biz təqribən tapacağıq neçə? 4 tam onda 2. Onda bu da mənə nəyi verir? Mənfi 0,8'i verirmi? Bunun tam hissəsi nəyə bərabərdir? Mənfiyə. Demək, tam hissəsi mənfi 1 olan yoxdur. Yəni keçdik kəsir hissəsini baxmağa. Dedik ki, kəsir hissəni də necə tapırıq? Ədəddən kök 17. Çıxıram nəyi? Tam hissəni. Tam hissəmdə nədir? Mənfi 1. Mənfi mənfiyə dəyəcək nə olacaq? Müsbət. Onda 4-lə 1'i topladım. 5 minus kök altında 17. 5 minus kök altında 17. Y variantı. Daha doğrusu 3'ə Y uyğun gəldi. 1'ə B, 2'yə D, 3'ə də Y. Keçdik yazı tipli testlərimizə. Qoy lövhəni təmizləyim. Aha, nə deyir bizdə?
Şagird diaqramda x dəyişəndən asılıdır. Demək, çox həllisinə əmsallar verilir. Bu çoxluya yazın və x 6 olduqda onun qiymətini hesablayın. Aha, nə edirəm? A-nın qiyməti neçə verir mənə? A nəyə uyğundur? 3-ə. Demək, A bərabərdir 3-ə. B neçə verib bizdə? B-nin qiyməti 1-ə uyğundur. C nəyə bərabərdir? C-nin qiyməti də nədir? 4-ə. Gətirib bu ifadədə yerində nəzərə alaram. Yəni, 3 dənə x-in kvadratı plus B neçə idi? 1, yəni 1x, x plus C neçədir? 4. Axı C-nin də deyir ki, 6 olduqda nəzərə al. Yəni, 3 vurulsun 6-nın kvadratı 36 plus 6 plus 4 bərabərdir. 3-ü 36-ya vursam 8, 1 yadda 108 plus 6 ilə də 4-ün cəmi neçə edir? 10. Yəni 118. 28-də doğru cavabımız nə oldu bizdə? 118. Keçdik 29-cu suala. Demək 29-da nə deyir bizdə? Sinifdə 25 oğlan oxuyur. Demək, oğlanlar. Neçə dənədir? 25 dənə. Oğlanların 16-sı və qızların 50%-i dərnəkdə məşğul olur. Sinifin 60%-ni dərnəkdə məşğul olduğunu bilərək sinifdəki şagirdlərin ümumi sayını tapın. Aha, qızların sayını bilmirəm. Qızların sayında hər hansı x götürdüm. Və dərnəyə gedənlərin sayı neçə olur bizdə? Baxın, oğlanların 16-sı, yəni qızların da 50%. 50% nə deməkdir? Yarısı da, yəni x bölünsün 2. Dərnəkdə iştirak edən şagirdlərin bunlardır. Və bura baxın, bizdə də deyir ki, sinifin 60% dərnəkdə iştirak edib. Ümumi sinifimdə x plus 25-dirmi? Yəni, x plus 25-in də nəyin taparam mən? 60%-in taparım. Yəni, bu qədər şagird nə olub? Dərnəkdə iştirak edir. Axı, biz dedik ki, bu qədər şagirdimiz də iştirak edib. Onda bu ifadəni neyin yarıyıq biz? Bərabərləşdirərik. Pozanı düzəldim. Sonra bu bərabərliyi neyin edəcək? Həll edəcək. Birinci gəlin buradan ixtisarlarımızı aparaq. Rəqəmləri kiçildək bir. Bir də 2 yaparsam nə qalır? 3. Burada qalır 5. Yəni 16 plus x bölünsün 2 bərabərdir. 3x. 3-ü də vurub açacam da mötərizə içinə. 3x plus 75 bölünsün nə? 5. Uşaqlar, gəlin hər tərəfi 10-a vuraq ki, kəsirdən azad olmaq üçün. 10-u 16-ya vuranda 160 plus 10-la gedəcək ixtisar 5 qalacaq, yəni 5x bərabər 5-lə gedəcək 2 qalacaq, 2-ni də sürətə vuracam, 6x plus neçə? 150. Keçdi, 5x keçdi sağ tərəfə, 150 də keçdi sol tərəfə, 160-dan 150 çıxdım 10, bərabərdir, 6x-dən də 5x çıxdım, neçə qaldı? x. X-i də tapdım 10. X-dan biz nə demişdik? Qızların sayını deməmişdikmi 10? Və məndən nə soruşur? Sinifdəki şagirdlərin ümumi sayı. Ümumi sayı neçə olacaq? 25 plus 10, yəni 35-ə. Burada cavabımız nə oldu bizdə? 35. Keçdik sonuncu sual və isbat məsələsinə. Baxaq görəyələr nədir isbat. İsbat edin ki, rombun diaqonalları həm bir-birinə perpendikulyardır, həm də bucaqların tən bölənidir. Aha, gəlin bir romb şəkli çəkək. Romb nə edir şagirdlər? Bütün tərəfləri biri-birinə nə olan? Bərabər olan fiqur, paraleloqram daha doğrusu. Aha, romb şəklini çəkdik. Axı dedik ki, rombun bütün tərəfləri bir-birinə nədir? Bərabər, bunu bildik. Və hər hansısa bir diaqonalı biz çəksək. Bu diaqonalı da çəkək. Romb haqqında hansı xassələr bilirik? Uşaqlar, qarşı tərəflər bir-birinə nədir? Paraleldir, düzdürmü? Paraleldirsə, daxili çarpazlığa görə mən bura alfa desəm, burada alfa olur, olmur. Bəli, oldu alfa. Axı, rombun bütün tərəfləri bir-birinə bərabərdir. Burada belə bir bərabər yanlı üçbucaq görürsünüzmü? Yəni, bir dənə adlandırın bunları. Hara getdi? Bir dəqiqə. A, B, C və D. A, B, D üçbucağında A, B ilə AD nədir? Yan tərəflər bərabərdir və bərabər olduğuna görə oturacağı bitişik bucaqlarda nə olacaq? Bir-birinə bərabər olurmu? Yəni, BD də oturacaqda ona bitişik bucaqlarımız nə olacaq? Alfa, alfa. Aha, biz buradan gördükmü rombun bucağının tən böləni olduğunu diaqonal? Yəni, diaqonal rombun bucağının tən bölənidir. Bunu tapdıq. Keçdik nəyə? İndi digər üçbucağında, daha doğrusu digər diaqonalını da elə çəkək. Bax, bu diaqonalı da çəkdik. Hələ bunu çəkməmişdən qabaq bir dənə bu şərtə baxaq.
Şagirdlər, bax bu üçbucaqda, bu üçbucaqda. Üçbucağın daxili bucaqlarının cəmi neçə dərəcədir? 360. Mən əgər bura bir hər hansı 2 beta desəm, onda tapırıqmı? 2 dənə alfa plus 2 dənə beta neçə tapırıq? 180 dərəcə tapırıqmı? Üçbucağın daxili bucaqlarının cəmin. Hər tərəfi 2 aparsam ixtisar, alfa plus betanı neçə tapmış oluram mən? 90 dərəcə. Bu qalsın qıraqda. Bunu işarələyək qalsın. Lazım olacaq bizə. Keçdik digər diaqonalı çəkməyə. Bax, digər diaqonalı da çəksəm, hər hansı bu bucağa x desəm, onda daxili çarpazlığa görə burada x olurmu? Aha, və burada bərabər yanlı üçbucaq olduğuna görə və yaxud da ki, bura görə baxaq. Burada yenə də bərabər yanlı üçbucaq görürükmü? Tərəfləri AA olan. Oturacağı bitişik bucaqlardırsa, bir-birinə nədir? Bərabər. Onda burada nə olacaq bizdə? X olmuş olacaq. Və yaxud da ki, bayaq tapdıq da diaqonal bucağın tənbölənidir. Aha, onda nə tapdıq biz? 2 beta elə 2x-ə bərabərdir. Yəni bu təpə bucağına biz 2 beta demişdik və bu bucaqlarda tapdıq ki, x və x. Onda 2 beta 2x-dırsa, beta nəyə bərabərdir? X-a. Bu da belə. İndi baxırıq hansı üçbucağa. Baxın, bu qırmızı ilə çəkeyim, qoy bir dənə rəngliyim bu xananı. Bu üçbucağı görürsünüzmü? Bu üçbucaqda. Bu üçbucaqda daxili bucaqlarım nə idi mənim? Biraz şəkil qarışıq getdi. Alfa demişdik də, düzdürmü? Burada bir beta demişdim. Uşaqlar, xassə də tapmışdıq ki, tapmış deyəndə üçbucağın xassəsinə görə daxili bucaqların cəmi neçə dərəcə idi? 180. Orada alfa ilə betanın cəmi neçə tapdım mən? 90 dərəcə. Əgər bu üçbucaqda bucaqların 180 olması üçün alfa ilə beta 90-dırsa, bu yerdə neçəsi qalacaq burada? 90-ı qalır, qalmır. Demək, diaqonallar da bir-birinə nə oldu? Perpendikulyar olmuş oldu. Bizdən nəyi soruşurdu? Həm bucaqların tənbölən, həm də ki, perpendikulyar olduğunu bəli göstərdik. Həm bucaqlar tənbölən olduğunu, həm də diaqonalların da bir-birinə nə olduğunu, perpendikulyar olduğunu. Və şagirdlər, burada mən da sözlərlə yazmadım bunları. Siz orada bu atacağınız addımları, yazacağınız hissələri hamısını sözlərlə də geniş şəkildə yazmalısınız, əgər yüksək bal istəyirsinizsə. Bu da oldu bizim nəyimiz? Sonuncu sualımız. Sağ olun uşaqlar.